Cənubi Azərbaycanda 1920-ci ildə yaradılan milli hökumətin tədbirlərindən biri. Cənubi Azərbaycan müstəqil respublika elan etmir. Təcəddüd qəzeti 1917-dir. Təbrizdə Pulsuz Qız Məktəbi milli hökumətin gördüyü tədbirlərdən biridir. Osmanlı hərbi hissələrini Cənubi Azərbaycana dəvət etməklə milli qırğının qarşısını aldı. Belə bir şey yoxdur. Azərbaycan Demokratik Partiyası yaranır 1917-də. Azərbaycan SSR-də 20-ci əsrin 20-ci illərində ticarət azadlığına şərait yarandı. Kolxozların təşkili nəticəsində ola bilməz. YİS-dən imtina ola bilməz, YİS-ə keçid olar. Hərbi kommunizm siyasətində ticarət azadlığı olmayacaq. Sənayələşmə başlaması nəticəsində ticarət azadlığı ləğv olunacaq. Ərzaq sapalağının ləğv edilməsi və çanağa keçid. Bu da YİS-ə ilk addımdır. Y variantı olacaq, YİS dövrüdür çünki. 102-Y, 103. Sovet Azərbaycanında 1920-ci ildə həyata keçirilən tədbir. SSFSR-in ləğvi 1936-dır. 50 işlə kollektivləşmənin tətbiq olunması 1929-da, amma bizə 20-ci il lazımdır. Bütün mülkədar və vəqf torpaqlarının müsadirə olunması doğrudur. Bu 1920-ci ildə İnqilab Komitəsinin gördüyü tədbirdir. Dövlət torpaqlarının kəndlərin tam xüsusi mülkiyyətinə verilməsi, dövlət torpaqları verilmir. Bəydir, ağadır, xandır, bu torpaqlar xüsusi mülkiyyətli, yəni ləğv olunacaq. Həmin torpaqlar müsadirə olunub kəndlərin istifadəsinə veriləcək. Kiril əlifbasının Latın əlifbasını əvəz etməsi. Sovet Azərbaycan dövründə Kiril əlifbası Latın əlifbasını yox, Latın Kirili əvəz edəcək. Bu da 1940-cı ildədir. 104. Uyğun olmayan variant. Azərbaycan 2-ci Dünya müharibəsinə qoşuldu. Almaniyanın SSR-yə hücumu ilə. Doğrudur da bu. A variant doğrudur. Barbarossa planı adlandırılırdı. Almaniyanın SSR-yə hücumu doğrudur. Bakıda təyyarə təmiri zavodu, bunu demişdim, 1942-dir, bura 41 yazıb. Alman ordusunun Qafqaz üzərinə hücumu 42-də başlayıb. Hitler Almaniyasının Qafqaza hücum planı Edelweiss'dir, bəli. Xiyabani və Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət. Təcəddüd Xiyabanidədir. İctimai İdarə Heyəti Xiyabanidədir. Azərbaycanın adının Azadistana dəyişməsi Xiyabanidir. Təbrizdə Pulsuz Qız Məktəbi Xiyabanidir. Cənubi Azərbaycan muxtariyyət tələbi irəli sürənlər ikisi də muxtariyyət tələbi irəli sürüb, amma ilk dəfə Xiyabanidir. Xiyabani və Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət. Cənubi Azərbaycanda müstəqil respublika yaratmaq tələbini istəmirdilər. Onlar istəyirdilər İranın tərkibində muxtariyyət qazansınlar. Təbrizdən Universitetinin təsis olunması Pişəvəridir. SSR ilə diplomatik münasibətlərin qurulması qurulmur. Ana dilində Azərbaycan qəzetinin nəşr olunması Pişəvəridir. Azərbaycan Demokratik Partiyasının rəhbərlik etmələri bəli, ikisinin də ortaq cəhətidir. 106-Y variantı. 107. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvəri başda olmaqla milli hökumət yaradılmışdı. Rıza Şahın hərbi polis rejiminin iflasa uğraması ilə, yox, bu 1941-ci ildədir. Milli hökumət yaranmışdı nə vaxt? 2-ci Dünya müharibəsi dövründə. 2-ci Dünya müharibəsi dövrünə düşürmü? Xeyr, 2-ci Dünyadan sonradır. 2-ci Dünya müharibəsi bitib 1945-in sentyabrında, amma Cənubi Azərbaycanda Pişəvəri hökuməti yaranıb 1945-in dekabrında. Rıza Şahın keçirdiyi inzibati islahat nəticəsində yox, Qacarlar hökumətinə qarşı mübarizənin gedişində, bu dövrdə Qacarlar deyil, Pəhləvilərdir, yadda saxlayın. 20-ci əsrin 40-cı illərin ortalarında, bəli, 1945-ci ildə. 107-Y variantı. 108. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaradılmış milli hökumət süqut etdi. 2-ci Dünya müharibəsindən sonra elə bunu götürəcəm 1946-da. 2-ci Dünya müharibəsi illərində deyil, 1-ci Dünya deyil, 1-ci yarısı deyil, 46-cı ildə ləğv olunub 2-ci yarısıdır. Alman-İngilis qoşunlarının Cənubi Azərbaycan yeridilməsi ilə yox, Şah hökumətinin Cənubi Azərbaycan yeridilməsi ilə. Yanlışdır. Doğru cavab 108 olacaq. A variantı. 109. Azərbaycan SSR-nin 1922-ci il tarixi. Kiril əlifbasına keçilməsi. Latından Kirilə keçiləcək. Deməli 1940-dadır bu. Azərbaycan SSR Elmlər Akademiyası 1945-dir. 50 işlə kollektivləşmə siyasətinin keçirilməsi 29-dur. Ərzaq vergisi tətbiq olunacaq, bəli, 22-dir bu. Azərbaycan SSR-nin müttəfiq respublika kimi birbaşa SSR-nin tərkibinə daxil olması, bu da 1936-dır. 109D variantı. 110. Azərbaycan SSR-nin 1921-ci il tarixinə aiddir. SSFSR-in ləğvi 36-dır. Ərzaq vergisinin tətbiqi 22-dir. Hərbi kommunizm siyasətinə keçirilmə 20-dir. Könüllü məhsul rüsumu çanaq tətbiq olunur, bəli, 21-də ərzaq sapalağının ləğvindən sonra. 50 işlə kollektivləşmə siyasətinin həyata keçirilməsi, bu da 29-dur. 110D variantı. 20-ci əsrin 20-ci illərinin ikinci yarısı, 30-cu illərin əvvəllərində Sovet Azərbaycan üçün səciyyəvi idi.
Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzləri bu dövrdə yox. İdarəçilikdə irsilik prinsipi deyil. Sovet Azərbaycan dövründə mərkəzi hakimiyyətə qarşı fəhlə çıxışları, belə bir fəhlə çıxışı görmürük bu dövr üçün. Partiya rəhbərliyinin çox tez-tez dəyişməsi bu olar. Bəli. Yeni iqtisadi siyasətin tətbiq olunması bu 1921 olduğuna görə yenidə mən çıxacağam. 112 Zaqafqaziya Federasiyası ləğv oldu. Bu ləğv olacaq 1936 SSR-nin 2-ci konstitusiyasında. SSR-nin 1936 konstitusiyası əsasında elə budur. A variantıdır. Asandır bu. SSR yaranmışdı 1922-də, ləğv oldu 36-da. Konstitusiyaya əsasən. Azərbaycan birbaşa SSR-nin tərkibinə daxil olmuşdu. Elə SSR ləğv olandan sonra Azərbaycan SSR Xalq Komissiyalar Sovetinin fəaliyyətə başlaması yox, 2-ci Dünya müharibəsi illərində deyil, ondan əvvəldir. Xalq Cümhuriyyətinin süqutunun nəticəsi deyil. 20-ci əsrin 30-cu illərin birinci yarısı yox, 36 ikinci yarısıdır. SSR-in ləğv olması ilə, bəli, 113Y. 114 Azərbaycan SSR-də 1921-ci ildə həyata keçirilən yeni iqtisadi siyasətin Rusiyadan fərqli xüsusiyyəti. Qolçamaqların bir sinif kimi ləğv olması yox, qolçamaqların xüsusi çəkisi artacaq hətta burada. Azad ticarətin ləğv olması yox, azad ticarət icazə verilir yeni iqtisadi siyasətdə yanlışdır. Ərzaq sapalağının tətbiq olunması, ərzaq sapalağı hərbi kommunizmdədir. Kəndlərin əmək mükəlləfiyyətinə cəlb olunması, bu da hərbi kommunizmdir. Könüllü yığılan çanaq vergisi tətbiq olunması, bəli, 114 Y variantı. 115 daha əvvəl olub. Azərbaycanda sosialist sənayeləşdirmə xəttinin irəli sürülməsi 1925. Azərbaycan SSR-nin tərkibinə qatılması 36. Dağlıq Qarabağ Muxtar Vilayəti 23. Ərzaq vergisi 22. İlk konstitusiya 21. Daha əvvəl olanda elə Y variantıdır. Azərbaycan SSR-də daha əvvəl olmuşdu. Ərzaq vergisi 22. Ərzaq sapalağı 20. Çanaq 21. Kollektivləşmə 29. İkinci konstitusiya 37. 116 olacaq B variantı. Məşrutə hərəkatı adlanır. Məşrutə 1905-1911 hərəkatıdır. 9 deyil, 3 deyil, 6 deyil. 17-20 Xiyabanidir. 1905-1911. Bəli, Y variantı. Azərbaycan SSR-də hərbi kommunizm və kollektivləşmə illərinə aid ümumi cəhət. Kəndlərin öz əməyinə marağının azalması elə ikisinin də ortaq cəhətidir. Azad ticarət olacaq. YİS-də. Ərzaq vergisi YİS-də. Qolçamaqlara muzlu əməkdən geniş istifadə. Qolçamaqlar orada xüsusi rola malik olacaq YİS dövründə. Burada artıq kollektivləşmədə qolçamaqlar bir sinif kimi məhv olacaq. Fərdi kəndi təsərrüfatlarının yenidən bərpa edilməsi yox, kollektivləşmə dövründə artıq kolxozların yaranmasını biz görürük. Fərdi kəndi təsərrüfatlarının ləğvini, yəni 118 A variantı olacaq. 119 Birinci Dünya müharibəsi gedişində, yəni 1914-1918 Şimali Azərbaycan, Cənubi Azərbaycan və bu tipli suallar qəbula tez-tez düşür. Türk dili dövlət dili olacaq Azərbaycanda AXC dövründə 1918-27 iyun götürəcəm. Bir palatalı parlament fəaliyyətə başlayır. Bu 7 dekabrda 1918-də artıq müharibə bitmişdi. Müharibə bitib 1918-11 noyabr kompensasiya ilə. Qarabağ General Qubernatorluğu 1919-un yanvarında bunda çıxacam. Bir variantım qaldı. A variantı. Deməli, ya A-dır, ya da B-dir. Cənubi Azərbaycan Xiyabaninin başçılığı ilə Azərbaycan Demokratik Partiyası yarandı 1917-də, bunu götürəcəm. Muxtariyyət uğrunda mübarizə götürəcəm. 17-də başlayır çünki. Milli hökumət amma 1920-nin iyununda olduğuna görə müharibə bitmişdi. 1A, 2A, B 19 oldu. A. 20. Sovet hökumətinin iqtisadi tədbirləri YİS, sənayeləşmə. Kəndlilər kənd təsərrüfatı məhsulları satmaq hüququnu əldə etdilər, sata bilərdilər. Ümumi əmək mükəlləfiyyəti hərbi kommunizmdir. Çanaq vergisi, bəli, YİS-dədir. 1AC. Bir dənə variantım qaldı, Y variantı. Digərinə də baxın. Sənayeləşmə xətti istehsalçının iqtisadi sərbəstliyi əlindən alındı, doğrudur. Bazar münasibətləri ləğv edildi. Xırda kəndi təsərrüfatları məcburi şəkildə ləğv edildi. Xırda kəndi təsərrüfatlarının ləğvi, kollektiv təsərrüfatların yaranması bu kollektivləşmə dövründədir. Olacaq 1AC, 2AB, Y variantı. 121 77-ci diviziya, 416-cı diviziya. Ukraynanın düşməndən azad olunmasına iştirak edib, 77 iştirak edib orada. Diviziyanın döyüşçüləri Brandenburg darvazalarına qələbə bayrağını asmışdı.
Brandenburqda qələbə bayrağını asan 416-dır. Brandenburq 416-dır. Simferopol diviziyası olacaq. Bəli, 77 AC olacaq bir də. 2 variantım qaldı. Belqrad diviziyası 223'dür bu. Taganrog elə 416'dır bəli. Berlinə daxil olan ilk hərbi hissələrdən biri olmuşdu. Elə o da 416'dır. 1 AC, 2 BC, 121 B variantı. 122 birinci ve 2. Dünya Müharibəsi arasında dövrdə baş vermişdi. Arasındakı dövrdə birinci ve 2. Dünya Müharibəsi arası. Azərbaycan sənaye şəhərlərində erməni lobbisinin yaranması, ermənilər sənaye şəhərlərimizə deportasiya vaxtı köçür. Birinci deportasiya, ona görə bu müharibələrdən sonradır. Azərbaycanda Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının istifadəyə verilməsi, bu da Mingəçevir su elektrik stansiyasıdır. 1954'dür, bu da sonraki prosesdir. Mətbuatda və ictimai fikirdə ilk dəfə Azərbaycan milləti bu 1891 kəşküldür. Xalqımızın və dilimizin türk adı dəyişdirilərək Azərbaycan adlandırılması 1937 konstitusiyasının bu məsələdə toxunuruq. Bu da hər iki müharibənin ortasındadır. Birinci və ikinci Dünya Müharibəsinin ortasına düşür. Ermənistandan deportasiya olunacaq Azərbaycanlıların Küraraz ovalına yerləşdirilməsi, bu da birinci deportasiyadadır. Birinci deportasiya 48-53'dür. Sonraki məsələdir bu da. Doğru cavab 122 D. 123. Cənubi Azərbaycanda 1941-46-cı illər Milli Azadlıq Hərəkatına aid deyil. Pulsuz qız məktəbi aid deyil, çünki bu Xiyaban hökumətidir. Azərbaycan qəzeti var, silahlı fəda dəstələri var, Təbriz Universiteti var, Demokratik Partiyada yaranıb. Cənubi Azərbaycanda 41-46-cı illər Milli Azadlıq Hərəkatına aid deyil. Azərbaycan adı Azadistana dəyişilir. Bu Xiyabanidir. Təbriz Universiteti. Elə A variantı aid deyil də 124'də. Təbriz Universiteti var. Xalq Konqresi çağırılıb. Əmək haqqında qanun var. Dil haqqında qanun da var. 41-46-cı illər Cənubi Azərbaycanda demokratik hərəkatın ikinci mərhələsi üçün səciyyəvidir. İkinci mərhələ 1945'in yayında başlayır. 1945'in dekabrına qədər, yəni Milli Hökumətin yaranmasına qədər 12 dekabr. SSR qoşunların ölkə ərazisində yerləşdirilməsi. Yox, SSR qoşunları İrana gəlmişdi 1941'in avqustunda. Üsyan rəhbərlik etmək üçün İctimai İdarə Heyəti bu Xiyabanidədir. Böyük Britaniya qoşunları da SSR ilə eyni vaxtda gəlmişdi İrana 1941'də. Rıza Şahın hərbi polis rejimi 1941'dir. Silahlı fəda dəstələri təşkil olunub, amma təşkil olunub, bəli. 125 olacaq B variantı. İkinci mərhələyə düşür. 41-46-cı illər Cənubi Azərbaycanın demokratik hərəkatının ikinci mərhələsi üçün xarakterikdir. Böyük Britaniya qoşunları İrana gələcək 1941'in avqustunda. İlk əncümənlərin təşkil olunması, ilk əncümənlər Səttarxandadır. Milli hökumətin yaradılması tələbinin irəli sürülməsi, belə bir tələb olacaqmı? Bəli, olacaq. Doğrudur. İkinci mərhələdə bu tələb var. Milli hökumətin yaranması tələbi. Rıza Şahın hərbi polis rejimi iflasa uğrayır 1941'də. Bizə ikinci mərhələsi lazımdır. SSR qoşunların ölkə ərazisində yerləşməsi Böyük Britaniya ilə eyni vaxtda 1941'in avqustundadır. İran ərazisinə gəlir SSR və Böyük Britaniya qoşunları. 126 doğru cavab olacaq. C variantı. 127. Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi milli hökumətinin dövründə həyata keçirilən tədbirlərdən deyil. Azərbaycan dili bütün İran ərazisində yox, Cənubi Azərbaycanda dövlət dili elan oluna bilər. A yanlışdır. Aqrar qanun var, Təbriz Universiteti var, əmək haqqında qanun var. İşçilərə müəssisələrin işini nəzarət etmək hüququ veriləcək, bəli. Sovet Azərbaycanında 20-ci əsrin 20-ci illərində tətbiq edilmiş YIS dövrünə aiddir. Xırda kəndin təsərrüfatların məhdudlaşması bu kollektivləşmədir. İcarə sistemi ləğv olunmur var. Taxıl ticarətinin qadağan edilməsi və artıq taxılın zorla müsadirəsi hərbi kommunizm. Ticarət azaldığına yol verilir. Bəli, YIS dövründə yol verilir. Kartoçka sisteminin tətbiq olunması 1929'dur. YIS 1921-1925'dir. Kartoçka sənayeləşmənin bu planlı iqtisadiyyatın tətbiqində yer alır. 128 D variantı. 129. Cənubi Azərbaycanda 1945-ci ilin noyabr ayında Müəssisələr Məclisinin irəli sürdüyü tələblərdən biri Milli Məclisin çağırılması və Milli Hökumətin yaranması. İki tələbi olub Müəssisələr Məclisinin, Milli Məclisin çağırılması, bir də oldu Milli Hökumətin yaranması. 129 A variantı, digərlərinə baxmıram artıq. 130.
Cənubi Azərbaycanda Müəssisələr Məclisi 1945-ci il noyabrında irəli sürdüyü tələblərdən biri, yəni də eyni tələblərdir. Milli hökumətin yaranması, Müəssisələr Məclisinin çağırılması. Burada da Milli Məclisin çağırılması, Milli hökumətin yaranması, Milli Məclisin çağırılması olacaq tələblər. 130B-dir. 131. 1917-ci il və 1945-ci il Cənubi Azərbaycan tarixində baş vermiş hadisə. Milli Azadlıq Hərəkatının başlaması 41-də başlayıb burada. 1941 Pişəvər hökumətində. 91 yazmışam bir dəqiqə. 1941. Ona görə anı çıxıram. Milli hökumətin təşkil olunması 45-də Pişəvər hökuməti təşkil olunur, amma Xiyabani hökuməti 20-dədir. Azərbaycan Demokratik Partiyası, bəli. Azərbaycan qəzeti Pişəvərdədir. Milli hökumətin süqutu 46-dadır. Pişəvər hökuməti 46-da süqut edir. Xiyabani hökuməti 20-də. Ona görə 131 olacaq C variantı. 132 1920-ci il və 1946-cı il Cənubi Azərbaycan tarixində baş vermiş hadisə. Təcəddüd olacaq Xiyabani hökumətində 1917-ci ildə. Azərbaycan Demokratik Partiyasının yaranması Xiyabani hökuməti 1917-dir. Pişəvərdə 1941. Milli hökumətin təşkil olunması, bəli. Yox, bir dəqiqə. Milli hökumət, Pişəvər hökuməti 45-dir. Xiyabani hökuməti 20-dir. Qacarlar hökumətindən muxtariyyət tələbi irəli sürürdü Xiyabani, amma Pişəvərin dövründə qacarlar deyildi, pəhləviləri idi. Milli hökumətin süqutunu götürə bilərəm ortaq cəhət kimi. 133 Cənubi Azərbaycan Xiyabani Pişəvəri. 17-20-ci illərdə Azərbaycan Demokratik Partiyasının rəhbərliyi edib, bəli. Babillər hərəkatına iştirak etməyib. Babillər hərəkatı 19-cu əsrdir. Xiyabani Səttarxan hərəkatında iştirak edib. Təbrizdə ilk dəfə əyalət əncümənlərinin təşkil olunması bu da Səttarxan hərəkatındadır. Doğru cavab 1-də yalnız A variantı, elə gördüyünüz kimi çıxanda bir Y variantı qalacaq. Pişəvəri əmək haqqında qanunu var. Cənubi Azərbaycanda yeni konstitusiya yoxdur. Konstitusiya Səttarxan hərəkatındadır. İran dövlətindən ayrılaraq müstəqil Cənubi Azərbaycan Respublikası yaratmır, yanlışdır. 1A, 2A, Y variantı. 134. Azərbaycan Sovet Sosialist Respublikası 20-ci, 30-cu illəri və 40-cı illəri. Xalqımızın türk adı Azərbaycan xalqı adı ilə dəyişdi. 1937 konstitusiyasında, bəli. Qabaqcıl ziyalılara qarşı repressiyalar olacaq, bəli. 30-cu illərdə. Təkpartiyalı siyasi sistem formalaşmağa başlayacaq. Təkpartiyalı sistem formalaşıb, bundan əvvəl formalaşıb onsuz təkpartiyalı sistem. Ona görə 30-cu illərə bunu tək şamil etmirəm. 134-də olacaq nə? 1-ə AB. Yəni təkpartiyalı sistem mövcud idi onsuz da. 20-ci əsrin 40-cı illəri Ermənistan SSR rəhbərliyinin Azərbaycan torpaqlarının bir hissəsini iddia qaldırmışdı. İkinci Dünya Müharibəsi illərində Mehdi Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı veriləcək. Mehdi Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı veriləcək 1957-ci ildə. 1AB-dir, 2A-dır. 1AB, 2A, 134 olacaq D variantı. 135. 1-ci və 2-ci Dünya Müharibəsi dövründə Şimali Azərbaycanda İngiltərə ordusunun işğalına məruz qalmışdı. Yox. İngiltərə qoşunları 1-ci Dünya Müharibəsi gedişində gəlir Azərbaycana, amma 2-ci Dünya Müharibəsi dövründə işğala məruz qalma yox. Avropa dövlətlərinin hərbi planlarında mühüm yer tutmuşdu, bəli. Planlarda mühüm yer tutub Azərbaycan. Fəal hərbi əməliyyatlar meydanı deyildi. Rəqabət meydanı idi. Fəal hərbi əməliyyatlar meydanı deyildi Şimali Azərbaycan. Milli Azadlıq Hərəkatı nəticəsində istiqlaliyyət əldə etmişdi. 1-ci Dünya Müharibəsinin gedişində istiqlaliyyət əldə etmiş, amma 2-cidə yox. Əhalisi Mərkəzi Asiya və Qazaxstana sürgün edilmişdi. Bu sürgünün qarşısı alındı. 135 olacaq B variantı. 136. Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycan SSR fəaliyyətinə aid ümumi cəhət. Müvəqqəti inqilab SSR-dədir. Savadsızlıq mübarizə SSR-dədir. Konstitusiya AXC-də ümumiyyətlə yoxdur, SSR-də var. Aqrar islahatın həyata keçirilməsi aqrar islahat AXC-də yarımçıq qalıb. Latin əlifbasının keçirilmə ilə bağlı komissiya ikisində də var. Bu çox önəmli faktdır. Düşə də bilər, yadda saxlayaq. 137. Şimali Azərbaycanın 19-cu və 24-cü illər tarixinin ümumi cəhəti konstitusiya. AXC dövründə konstitusiya yoxdur. 24-də heç Azərbaycan SSR-də konstitusiya yoxdur. SSR 19-da ümumiyyətlə yoxdur. Bunu da çıxıram görən kimi. Naxçıvanda yeni idarəçilik forması, bəli, 19-da general qubernatorluq, 24-də Naxçıvan SSR C olacaq. Bakı Xalq Komissarlar Soveti 19-da yoxdur, 24-də də yoxdur. Sovet Rusiyasının hərbi müdaxiləsinə qarşı silahlı mübarizənin aparılması da 19-24-də belə bir müdaxilə görmürük, mübarizə görmürük. Yenidə çıxıram, 37-də doğru cavab olacaq. C variantı. 38. Azərbaycan SSR 20-ci illər, 40-cı illər.
SSR rəhbərliyinin Azərbaycana qarşı ermənipərəst siyasəti. Bu ikisində də var. 3 dəfə dənizdə neft çıxarılacaq. Bu olacaq 1949-cu il. B variantı gedəcək 2-yə. Repressiyaların həyata keçirilməsi. Repressiyalar hər iki dövrdə keçirilib. Hərbi kommunizm 20-ci ildədir. Savadsızlıq mübarizə komitəsi, bu da olacaq 23. Deməli 1D-yi, 2B, 3AC, B variantı. Həzi Aslanov, Yusif Sadıqov və Xıdır Mustafayev. Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü hər üçü. Kiyev şəhərinin düşmənin azad edilməsində iştirak etmişdi. Xıdır Mustafayev Berlin uğrunda döyüşdə iştirak etmişdi. Berlin uğrunda döyüşdə iştirak edib, deməli Yusif Sadıqov. Stalingrad döyüşünün iştirakçısı olub Həzi Aslanov. Baltik yanı ölkələrin azad olunmasına qəhrəmanlıq göstərib Həzi Aslanovdur. 139 olacaq 1D-yi, 2C, 3B, 4 isə A variantı. 139D. 140. 1-ə B-C-ni yazıb, baxıram. Stalingrad döyüşünü göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı qəhrəmanı adını alıb. Belarusiyanın azad olunmasına qəhrəmanlıq göstərib. Deməli, bu şəxs Həzi Aslanovdur. 1 olacaq 4. 1-ə 4. 2-yə yazıb Y variantı. Stalingrad ətrafında aparılan hücum əməliyyatı zamanı qəhrəmancasına həlak olmuşdu. Və bu şəxslərin ortaq cəhəti Moskva uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdilər. Aha, bu Yaqub Quliyevdir. Burada olacaq 2-də olacaq 1. Yaqub Quliyev ortaq cəhətlərdə Moskva uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmələri. 140 olacaq C variantı. 141. Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Vilayət Hüseynov bizdən D-ni tələb edir. Avropanın bir neçə ölkəsində faşizmə qarşı partisan hərəkatında iştirak etmişdi. Bunların hər üçü partisan hərəkatında iştirak edib. Fransanın ən yüksək hərbi mükafatına layiq görülən Əhmədiyyə Cəbrayılovla Daniel Abdullayevdir. 2-ni yazacağım bura. 1 dəqiqə. 1-i yazdım bura, 2 bura. İtaliya partizanları ilə birlikdə faşizmə qarşı mübarizə aparıb. Bu Mehdi Hüseynzadə ilə Vilayət Hüseynovdur. Olacaq burada 3. Mussolini həbs etdirən partizanlardan biri idi. Mussolini həbs etdirən partizan bu Vilayət Hüseynov olacaq. İgidliyinə görə Sovet İttifaqı qəhrəman adına layiq görülən isə Mehdi Hüseynzadədir. Ortaq cəhət yalnız 3 olacaq. Bunların ikisinə ortaq cəhət kimi. 142. Xronoloji Azərbaycan sisteminin ilk konstitusiyası 21. Azərbaycanı öyrənən cəmiyyət 23. Latın əlifbasına keçirilməsinin rəsmən elan olunması 1929. İlk radio stansiya 1926. 142-də biz 3 və 4-ün yerini dəyişməliyik ki, xronoloji ardıcıllığımız doğru alınsın. Cənubi Azərbaycanda Xiyabaninin başçılığı Milli Azadlıq Hərəkatı zamanı 17-ci ildə Demokratik Partiya yaranıb. İngilislər bütün Cənubi Azərbaycanı ələ keçirir, yanlışdır. Təbrizdə silahlı üsyan 1920-dir. Əhalinin təkidi ilə Şah hökumətinin nümayəndəsi Təbrizdən uzaqlaşdı, doğrudur bu da. 20-ci il təsəddüd 17-dədir. İngiltərə ilə qacılar arasında ölkənin asılı vəzi salan saziş 19-dadır. Milli hökumət 20-dədir. Pulsuz qız məktəbi 20-dədir. 1 A-D, 2 C-dir. 143 oldu A variantı. Xiyabaninin başçılıq etdiyi milli hökumətdən fərqli olaraq Xoyskinin başçılıq etdiyi hökumət bəzi xammal məhsullarının xarici daşınmasına qadağa qoydu. Bəli, bu var 1918-in iyununda verilən bir qərardır. Xəzərdə hərbi donanmanın yaranması bu 1919 olduğuna görə Nəsib bəy Yusifbəylinin hökumət kabinetinin dövrünə düşür. Hərbi nazirliyin yaranması Xoyski Hərbi Nazirliyi bərpa edir 1918-in noyabrın 1-də. Neft sənayesini milliləşdirdi. Milliləşmə ümumiyyətlə AXC-də bir sahəni əhatə edir. O da mədəni sahə, məktəbləri. Pişəvərin başçılıq etdiyi hökumət Cənubi Azərbaycanı müstəqil dövlət elan etdi. Müstəqil dövlət deyil, yanlışdır. Muxtariyyət tələb edirdi. Aqrar qanunu var. Pulsuz qız məktəbi Xiyabanidir. Azərbaycan Demokratik Partiyası ikisinin dövründə də var. Ona görə bizə fərq lazım olduğuna görə B variantını götürəcəm. 1A, 2B. 144 oldu Y variantı. 145. Pişəvərinin başçılıq etdiyi milli hökumətin tədbirləri, idarəetmə sahəsi, yerli hakimiyyət orqanları yaradıldı. Azərbaycan Xalq Konqresi çağırıldı.
Azərbaycan Xalq Konqresinin çağırılması 1945-in noyabrında olduğuna görə Milli Hökumətdə yaranıb 1945-in dekabrında. B-ni çıxacam. Milli Məclisə seçkilər keçirildi. Milli Məclisə seçkilərin keçirilməsi olacaq 1945-in noyabrında bu da. C-ni də çıxacam. Bir sadəcə A variantı. Sosial-iqtisadi sahədə milli pul nişanları tədavülə buraxılmayıb. Dövlət torpaqları kəndlər arasında paylanıb. Bəli, aqrar qanun. İşçilərə müəssisələrin işini nəzarət etmək hüququ veriləcək. Bəli, bu da var. B-C olacaq 2-də. Mədəniyyət Təbrizdə ilk pulsuz qız məktəbi Xiyabanidədir. Azərbaycan dili rəsmi dövlət dili olacaq. Bəli, B variantı. Təbriz Universiteti var. 145 oldu Y. 146. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış saziş. Şərur Dərəliyəz Ermənistana verildi 1. Araz Türk Respublikası 1918-in noyabrında yaranıb. Zəngəzur və Naxçıvan bölgəsi Ermənistanın bölünməz ərazisi yox. Qarabağ, Naxçıvan, Zəngəzurda mübahisəli ərazi olaraq qaldı. Bəli, 146 1-4. 147 1921-ci il martın 16-sında SSR ilə Türkiyə arasında bağlanmış müqavilə. Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olaraq razılıq verildi. Bəli. İrəvan bölgəsindən getmir söhbət Naxçıvanla bağlıdır. Azərbaycan Naxçıvan 3-cü dövlətə güzəştə getməməli idi. Elə 1-3 olar çox güman ki, Ordubad və Zəngilanın bir neçə kəndi Ermənistana verildi, yox. Azərbaycan SSR-nin 1920-ci il tarixi üçün səciyyəvidir. İlk konstitusiya 1921-dir. Taxıl ticarəti hərbi kommunizmdədir. 2-ni götürəcəm 1920-dir. Qarabağda Sovet rejiminə qarşı üsyan 1920-dir. Kənd təsərrüfatında kütləvi kollektivləşməyə başlaması 1929-dur. Dağlıq Qarabağa geniş muxtariyyət statusu vermək şərti ilə Azərbaycanın tərkibində qalması 1921 qanunundadır. 148 olacaq 2 və 3. 149. 1941-46-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatına aiddir. Xiyabani başda olmaq ADP-nin yaranması Xiyabani deyil Bişəvəridir. Təcəddüd Xiyabanidədir 1917-də. Seyid Cəfər Bişəvəri başda olmaq ADP yarandı 3. Azərbaycan qəzeti var 4. 3 və 4 149-da. Cənubi Azərbaycan 45-ci ildə çağırılmış Azərbaycan Xalq Konqresinin tələbi, 2 tələbi var idi. Milli Məclis çağırılsın, Milli Hökumət yaransın. 1 və 3 bundan danışdıq artıq. 151. 20-ci əsrin 40-cı illəri Şimali Azərbaycanın neft sənayesi üçün xarakterikdir. İlk neft kəmərinin istifadəyə verilməsi 1878-dir. Açıq dənizdə neft çıxarılması, bəli bu olacaq 40-cı illərdə. Dərin özüllər bu 1986-dır. Azərbaycan SSR-nin vahid neft kəmərinə qoşulacaq 1983. Neft daşlarında ilk neft quyusu 1949 olacaq 2 və 5. 151-də. 152. Cənubi Azərbaycanda demokratik hərəkatın 45-ci il tarixinə aid deyil. Milli hökumətin yaranması 45-dir, aiddir. Əmək haqqında qanun 46-dır 2. Dil haqqında qanun 46-dır 3. Azərbaycan Xalq Konqresi 45-dədir 2 və 3. Yenə də 46-ya aid deyil. Partiyanın yaranması 45-dir 1. Təbriz aiddir. Azərbaycan qəzeti 45-də aid deyil. Aqrar qanun 46-dadır. 1 və 3. 156-da. 53-də. 154. Cənubi Azərbaycanda Milli Hökumətin 46-cı ildə həyata keçirdiyi tədbirlərə aid deyil. Dil haqqında qanun var. Konqres 45-dədir. Universitet 46-dadır. Demokratik Partiya 45-dədir. Əmək haqqında qanun var. 2 və 4. 20-ci illərdə Sovet Azərbaycanda sənayeləşmə zamanı üstünlük verilən sahə neftdir. Bir də elektrik sənayesidir. Elektrikdir. 1-i çıxıram. 2-dir. 3-dür. Misi çıxıram. Elektrikdir. Neft sənayesi. 2 və 3. Sovet Azərbaycanda həyata keçirilən sənayeləşmə illərində hərbi sahəyə üstünlük verilməsi nəzərdə tutulurdu. Yanlışdır. İlk neft kəməri istifadəyə verildi 19-cu əsrdə bu. Bakı-Batum neft kəmərinin tikintisi başa çatdı 1933-ü götürəcəm. Gəncə Azərbaycanın ikinci sənaye şəhəri olacaq. Bəli. 3 və 4. Daha doğrusu sənayeləşmə dövründədir. 156-3-4, 157. 41-46-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatına aid deyil. Əmək haqqında qanun var, dil haqqında qanun var. Təcəddüd Xiyabanidədir 17-ci ildə. Təbriz üsyanı rəhbərlik etmək üçün İctimai İdarə Heyəti 1920 Xiyabanidədir. 3 və 4 olacaq 157. 158, 41-46-ya aid deyil. Dövlət mülkiyyətində olan torpaqlar kəndlərə paylanır. Aqrar qanundur bu, var. Urmi bəlası 1918-də 2. Aqrar qanunu var. Tarixdə ilk dəfə milli hökumətin təşkil olunması. Bu da olacaq Xiyabani hökuməti 1920-ci ildə. 2 və 4 158-də.
159. 1923-36-cı illər arasındakı dövrə uyğun olan ifadə. Ərzaq sapalağının tətbiq olunması 1920-dir, arasında deyil. YIS tətbiq edilməyə başlayır. Bu da 1921-dir. Bunu da çıxacağım. Kollektivləşmə var 1929-3. Saniləşmə siyasəti 1925-4. Çanaq vergisinin tətbiq 21-dir. Doğru cavab 159-da 3 və 4. 160. 20-ci əsrin 20-ci illəri Şimali və Cənubi Azərbaycan tarixinə aid ümumi cəhət. Milli hökumətin yaranması 20-ci əsrin 20-ci illəri bu olacaq. Cənubi Azərbaycanda milli hökumətin yaranması, xarici ölkə müdaxiləsinə məruz qalır. Hər ikisi məruz qalır. Biri ingilislərin, biri Sovet Rusiyasının. 2 olacaq. Milli hökumətin süquta uğraması. Hökumətlərin süquta uğramasını götürəcəm. 20-ci ildə hər ikisi süquta uğrayıb. Milli azadlıq hərəkatının başlaması. Milli azadlıq hərəkatı başlayır. Yox, başlaması 20-də deyil, başlaması 17-dədir. Ölkə başçılarının Sovet rəhbərləri tərəfindən təyin olunması. 20-ci əsrin 20-ci illəri Şimali Azərbaycanda. Şimali Azərbaycana bu aiddir, amma Cənuba aid deyil. Doğru cavab 160-da 2 və 3. 161. Pişəvərinin rəhbərlik etdiyi milli hökumətin dövründə 46-cı ildə həyata keçirilən tədbirlərdən deyil. Dövlət torpaqlarının kəndlərə verilməsi aqrar qanundur. Aiddir. ADP-nin qurultayı aid deyil, 45-dədir çünki. Təbriz Universiteti aiddir. Əmək haqqında qanun aiddir 46-ya. Konqresin özünü müəssisə və məclis elan etməsi, bu da 45-dədir. 2 və 5, 161-in cavabı. 62. 2-ci Dünya müharibəsi zamanı 2-ci Dünya müharibəsindən sonra Cənubi Azərbaycanda həyata keçirilmiş iqtisadi tədbirləri müəyyən edək. Azərbaycan dilinin bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan olunması. Cənubi Azərbaycandan gedir söhbət. 2-ci Dünya müharibəsi dövründə Azərbaycan dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan edildi. Yox. Cənubi Azərbaycanda Pişəvəri hökuməti Azərbaycan dili Cənubi Azərbaycanda dövlət dili elan olunacaq. Bütün Azərbaycan deyil, burada yanlışdır. Dövlət torpaqlarının kəndlər arasında bölünməsi olacaq. Bu aqrar qanunudur çünki. Əncümənlərin formalaşmasını götürə bilərəmmi? Əncümənlər 45-də formalaşır. Bunu da götürməyəcəm. Əmək haqqında qanunun qəbul olunması. Bir də əncümənlər var, lakin iqtisadi tədbir istəyir bizdən. Bunu da çıxıram. Bir də məsələn Cənubi Azərbaycan dili dövlət dili elan olacaq Pişəvərdə. O da mədəni sahədir. Bizə iqtisadi sahəni soruşur. Əmək haqqında qanun iqtisadi sahədir. Təbriz mədəni sahədir. 2 və 4 162-nin cavabı. 163. 2-ci Dünya müharibəsindən sonra sosial-iqtisadi tədbir Cənubi Azərbaycanda. Bir yenə də Cənubi Azərbaycanda Azərbaycan dövlət dili elan olunur, amma mədəni sahədir. Hökumətə tabi olmayan mülkiyyətçilərin torpaqların kəndlərə paylanması 2-ni götürə bilərəm. Aqrar qanundur. Kənd yerlərinin yeni məktəblərin açılması mədəni sahə, əncümənlərin fəaliyyətə başlaması siyasi sahədir bu. Əmək haqqında qanunun qəbul olunması bu olacaq. 2 və 5. 163-də 2 və 5. 20-ci əsrin 20-ci və 30-cu illərinə aid ümumi cəhət həm 20-yə aid olsun, həm 30-a. Konstitusiya var, 21-də var, 37-də də var. 1. Hərbi kommunizm 20-dədir. Kütləvi repressiyaların həyata keçirilməsi. Kütləvi repressiyaları da mən götürəcəm. Çünki kütləvi repressiyalar Stalin dövründə də, Lenin dövründə tətbiq olunacaq. 164-də 1, 3. Bağırovun birinci katib olması 33-dür bu. Mühüm dövlət vəzifələrinin tamamilə Azərbaycanlılardan təşkil olunmur. 1 və 3, 164-ün cavabı. 165. Səbəb nəticə. ZSFSR-in ləğvi Azərbaycan SSR-nin 2-ci konstitusiyasına əsasən yox. SSR-nin 2-ci konstitusiyası 36. Elə bir də pozulub. Ərzaq sabalağı ləğv edildi sənayləşmənin nəticəsində yox, YIS-də. 2. Yəni bunlara aiddir. Azərbaycan SSR-də bazar iqtisadiyyatı inkişaf etdi. Hərbi kommunizmdə inkişaf etməyib, YIS-də inkişaf edib. Azərbaycan İnqilab Komitəsi ləğv oldu. Azərbaycan SSR-nin 2-ci konstitusiyasına ilə 3 də aid deyildi. Aid olmayan istəyir. 1-ci konstitusiyaya əsasən inqilab ləğv oldu, icarəyə yarandı, düzdür. Aid olmayan 1, 2, 3-dür. Azərbaycan SSR-də varlı kəndlər divan tutuldu. Kollektivləşmədə doğrudur. Hansıların yerini dəyişsək, düzgün xronoloji alınır. ZSFSR-in yaranması 22-dir. Yuxarı Zəngəzur Ermənistana verilir 21-də. Sovet rejiminə qarşı Gəncə üsyanı 20-də olub. Naxçıvan MSR 1924.
Pasport rejimi tətbiqi 32-də. Hansıların yerini dəyişsəm, mən deməli 1 ilə 3-ün yerinə dəyişsəm, xronoloji düzgün alınar. Hadisə və nəticə əlaqəsinin uyğunluğu, yeni iqtisadi siyasətin tətbiq olunması, ticarət azadlığının elan olunması doğrudur, bu 1. Hərbi kommunizm ərzaq vergisi yox, hərbi kommunizmdə deyil, ərzaq vergisi istədi. Kollektivləşmə siyasətinə keçirilməsi, ümumi kollektiv təsərrüfatların yaranması olacaq, doğrudur. Fərdi ləğv olunacaq, ümumi kollektiv təsərrüfatlar yaranacaq. Sənayeləşmə keçirilməsi, əhalinin ərzaq savalasının alınması, bu hərbi kommunizm dövrüdür. Azərbaycan İnqilab Komitəsinin vicdan azadlığı haqqında dekreti, dövlət məktəblərinə dini təlimlərin keçirilməsi qadağan olunur, yanlışdır. 1-3 167-də. 168 Azərbaycan SSR-ə aid hadisə nəticə əlaqəsi. Konstitusiyanın qəbulu, SSFSR-in ləğvi, yox, bu bizim konstitusiya yox, 36-cı ildə SSR-nin konstitusiyasına əsasən ləğv olub. Kollektivləşmə siyasəti, bir sıra ərazilərin üsyanların başlaması, bəli başladı. Yeni Türk əlifbası komissiyasının yaranması, Kiril qrafikal əlifbaya keçməsi, yox, Kiril yox, Latın. Yeni iqtisadi siyasətin tətbiq olunması, yoxsul kəndlərin sayının artması, yox. Sənayeləşməyə keçid, Rus dilli əhalinin Rusiyadan Azərbaycan axını, növbət axını, bəli. 2 və 5 168-də. 169 20-ci əsrin 30-cu illəri Şimali və Cənubi Azərbaycan tarixinin ümumi cəhətini istəyir. Milli hökumətin süquta uğraması 30-cu illərdə milli hökumətin süqutu yoxdur. Diktatura tipli rejimlərin mövcud olması, ikisində də diktatura tipli rejimlərdir. Cənubi Azərbaycanda isə Rıza Şahdır diktator olaraq. Bizdə Sovet rejimidir. Yeni sənaye müəssisələrinin tikilməsi, yeni sənaye müəssisələri tikilir, doğrudur, ortaq cəhət olar. Milli kapital əsaslanan ilk sənaye müəssisəsinin yaranması, bu Cənubi Azərbaycana aiddir. Cənubi Azərbaycana aiddir bu 30-cu illərdə. 2 və 3 ruhanilərin cəmiyyətdə üstün mövqeyə sahib olması, yox. Ruhanilərin cəmiyyətdə mövqeyi azalmışdı, rol azalmışdı. 169 2 və 3-dür. 170 Azərbaycan SSR-nin konstitusiyasının qəbul olunması, ilk konstitusiya 21. Dağlıq Qarabağ Muxtar Vilayəti 23. SSFSR-in ləğvi 36. 1, 2, 3. Azərbaycan Komünist Partiyasının yaranması 1920-nin fevralında, Qars 1921, SSFSR-in yaranması 22. Doğru cavab 1, 2, 3. Dağlıq Qarabağ Muxtar Vilayəti 23 təşkil olunub, SSFSR yaranıb 22-də. SSR təşkil olunub 1922-nin dekabrın 30-unda. Azərbaycan SSR-in yaranması 1920-nin aprelində 4 olacaq, 2 olacaq, 3 olacaq, 1. Birinci SSFSR yaranır, sonra SSR. 4, 2, 3, 1. Azərbaycan SSR-nin SSFSR-ə qatılması 1922, Qars 1921, Dağlıq Qarabağ Muxtar Vilayəti 23. 2, 1, 3. 173. 2, 1, 3. 174. Azərbaycan SSR-nin ilk konstitusiyası 21. Azərbaycanın da Müvəqqəti İnqilab Komitəsinin yaranması 1920-də yaranıb apreldə. Azərbaycan SSR Elmlər Akademiyası 45-dədir. 2, 1, 3. 174. 175. Dağlıq Qarabağ Muxtar Vilayəti 23. Qars 1921. Komünist Partiyası 1923. 2, 1. Qars 1921. Trabzon 1918. Mart-apreldə. Batumda Hacı ilə Osmanlı arasında müqavilə 1918-in iyununda. Deməli, birinci olacaq 2, 3, sonra 1. 2, 3, 1. SSFSR ləğv olundu 1936-da. Qars 1921. SSR təşkil olundu 22. 2, 3, 1. 177-də. Qars 1921. Komünist Partiyası 20 fevralı. Dağlıq Qarabağ Muxtar Vilayəti 23. SSR-nin ilk konstitusiyası, SSR-nin konstitusiyasını istəyir, Azərbaycan SSR-nin yox. SSR-nin ilk konstitusiyası 1924-dədir. Leninin dövründədir və bunu yadda saxlayaq. Stalin deyil, Lenin dövründə qəbul olunub ilk konstitusiya. 178 nə olacaq? 2, 1, 3, ən sonda 4. Naxçıvan MSR 24-dür. Azərbaycan SSR-nin konstitusiyası 1921-dir. Bağırovun gətirilməsi vəzifəyə 33-dür.
Azərbaycan SSR-nin yaranması 1920-nin aprelində. 4, 2, 1, 3. Sovet Azərbaycanının 20-ci əsrin 20-ci illər tarixinə aid xronoloji ardıcıllıq sənayələşmə xəttinin elan olunması 25, ərzaq vergisi 22, neft sənayesi milliləşməsi 20-də, ərzaq sapalağının ləğvi 1921, 3, 4, 2, 1. 20-ci illər neft sənayesi milliləşir, İnqilab Komitəsinin dövrüdür bu 20-ci ildə. Qars 21, Azərbaycan SSR-nin təşkil olunması 1920-nin aprelində, yeni iqtisadi siyasətdən imtina 1925, 181-də olacaq birinci 3, 1, 2, 4, 3, 1, 2, 4, Dağlıq Qarabağ Muxtar Vilayəti 23, Çanaq 1921, Zaqafqaziyanın yaranması 1922, ərzaq sapalağının tətbiqi 20, 4, 2, 3, 1. Azərbaycan SSR-nin 2-ci konstitusiyası 37, Zaqafqaziyanın ləğv olması 36, Kiril qrafika əlifbaya keçid 40, Azərbaycan öyrənən cəmiyyət 23, 183-də olacaq 4, 2, 1, 3. Qafqazda Çar Rusiyasının ilk dəfə canişinlik idarə üsulunun yaratması 44-dədir. Komendant idarə üsulunun tətbiq olunması elə bu 19-cu əsrin əvvəllərində Gəncənin ləğv olmasından sonra 1804 götürək. Cənubi Qafqaz Komitəsinin yaranması 1917-nin martı, Azərbaycan tarixində 2-ci Respublikanın qurulması 1920-nin apreli. Deməli 2, 1, 3, 4. 2, 1, 3, 4. Hərbi kommunizm tətbiq olunub 20-də. YIS 1921-də, kollektivləşmə 29-da, sanayiləşmə 1925-də. 185-də olacaq 1, 2, 4, 3. Qafur Məmmədov, Yusif Sadıqov, Əzi Aslanov. Berlin uğrunda döyüşlərdə Reichstagın alınmasına iştirak edib. Bu Yusif Sadıqovdur. Stalingrad cəbhəsində göstərdiyi igidliyə görə Sovet İttifaqı qəhrəmanının adını alıb Həzi Aslanovdur. Şimali Qafqaz uğruna gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı qəhrəmanı adını alıb Qafur Məmmədovdur. Digərlərinə də baxın. Fransa Partisan hərəkatına iştirak edib Əhmədiyyə Cəbrayılov, Daniel Abdullayevdir. Azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı qəhrəmanı alıb İsrafil Məmmədov. İsrafil Məmmədov, Ziya Bünyadov, Yusif Sadıqov. Polşa və Çexoslovakiya Ziya Məmmədovdur. Reichstagın alınmasında iştirak olacaq Yusif Sadıqov. İlk Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov. Kiyevin azad edilməsində göstərdiyi şücaətə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülür Xıdır Mustafayevdir. İtaliya Partisan hərəkatının iştirakçısı olmuşdu. Cavad Həkimli, Mehdi Hüseynzadədir bu da. Mehdi Hüseynzadə, Həzi Aslanov, Qafur Məmmədov. İlk dəfə Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovdur. Anı çıxıram. Anı çıxacam. 2 dəfəyə, çox üzr istəyirəm, 2 dəfə deyirsə Həzi Aslanov deyə bildim, ilk dəfədir. Kiyevin azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərir. Kiyevin azad olunması uğrunda qəhrəmanlıq. Xıdır Mustafayevdir bu. B-ni çıxacam. İtaliya Partisan dəstəsinin komissarı olacaq Mehdi Hüseynzadə. İlk Azərbaycan Sovet İttifaqı qəhrəmanı, ilk deyirsə İsrafil Məmmədovdur. Şimali Qafqaz uğrunda Qafur Məmmədovdur. 1C, 2A, 3Y. Ziya Bünyadov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə. Çexoslovakiyanın azad olması uğrunda mübarizə. Bu Ziya Bünyadovdadır, Polşa və Çexoslovakiya. İlk dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülür İsrafil Məmmədov. 57-ci il Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadədədir. Putsinka kəndi İsrafil Məmmədovdur. Deyində götürəcəm İsrafil Məmmədova. 2 dəfə Sovet İttifaqı qəhrəmanı olacaq Həzi Aslanov. 1A, 2B-dir, 3C. Mehdi Hüseynzadə, Adil Quliyev, Həzi Aslanov. İtaliyada fəaliyyət göstərən Partisan dəstəsinin komissarı olmuşdu. Bu olacaq Mehdidə, Mehdi Hüseynzadədə. Hərbi təyyarəçi olan Adil Quliyevdir. Moskva ətrafına döyüşlərdə qəhrəmanlıq göstərmişdi Həzi Aslanov. Fransada fəaliyyət göstərən Partisan dəstəsində iştirak edən Əhmədiyyə Cəbrayılov, Daniel Abdullayev. 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovdur. 1A-dır, 2B-dir, 3C-Y'dir. Müəyyən edin.
Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri. Azərbaycan adının Azadistan dəyişdirilərək bu adın rəsmi adı kimi elan olunması, bu olacaq Xiyabanidə. Məşrutənin qəbul olunması Səttarxan, Təbrizdə Pulsuz Qız Məktəbi Xiyabani, Cənubi Azərbaycanda ilk dəfə əncümənlər Səttarxan, dil haqqında qanun Pişəvəri. Xiyabani Pişəvəri 29 bəhmən üsyanını rəhbərlik edir Xameneyi. Xameynidir bu, anı çıxıram. Məşrutənin qəbul olunması Səttarxan, Təcəddüd Xiyabanidədir, Təbriz Pişəvəridədir, əmək haqqında qanunda Pişəvəridədir. 193 Azərbaycan SSR-nin 1920-ci illər tarixinə aid uyğunluq bizə Zəngəzur qəzasını, Naxçıvanı verib. Ərazisində general qubernatorluq yaranıb 20-ci ildə heç birinə aid deyil bu. Respublikalar arasında bağlanmış sazişə əsasən Gürcüstan bu əraziyə olan iddialarından əl çəkdi, heç birinə aid deyil. 21-ci il Oğuz Zaqataladır. 21-ci ildə Qazanın qərb hissəsi, Zəngəzurun qərb hissəsi verilir Ermənistana 2C. Ərazisində kolxoz quruculuğuna əleyhinə üsyan baş verir. Bu 20-ci illər deyil, 30-cu ildədir Naxçıvanda. Qars müqaviləsinə əsasən Azərbaycanın himayəsi altında olma statusu təsdiq olunur. Naxçıvanın 1 olacaq Y, 2 isə C variantı. 194 1 Naxçıvan, 2 Gəncə, 3 Zaqatalanın ərazisi baxıram burada. Respublikalar arasında bağlanmış sazişə əsasən Gürcüstan bu əraziyə olan iddiasından əl çəkib. Bayaq dediyimdir, bu Zaqataladır. Bir dəqiqə. Biri olacaq A variantı. Biri A olacaq. Azərbaycan SSR-də ikinci sənaye şəhəri idi. İkinci sənaye şəhəri Gəncədir. 21-də Qəzanın qərb hissəsi Ermənistana verilib. Bu Zəngəzurun qərbidir. Zəngəzur burada yoxdur. AXC dövründə ərazisində general qubernatorluq yaranıb Naxçıvanla Qarabağdadır bu. Çox üzr istəyirəm, yerlərin səhv yazdım hemen. Bir dəqiqə bunu silim. Deməli 1 Naxçıvandır, 2 Gəncədir, 3 Zaqataladır. Gürcüstanla müqaviləyə əsasən bu Zaqatala olacaq. 3-ə A olacaq. 3A. Azərbaycan isə ikinci sənaye şəhəri olacaq Gəncə. 21-də Qəzanın qərbi Zəngəzurdur. Bu Zəngəzur yoxdur. AXC dövründə general qubernatorluq biri Naxçıvandadır, biri də Qarabağdadır. Burada Naxçıvana verib biri D yazacağım. AXC dövründə ikinci hökumət bu şəhərdə yaranmışdı. Bu da Gəncədir. Gəncə olacaq. Deməli 2Y. 1D, 2BY, 3A.